insan gərək insanların köməyindən, onların yardımından intizarını kəssin, ümidini kəssin, bağlansın Allaha. Ey mənim özlərini israf edən bəndələrim, Allahın rəhmətindən məyus olmuyor. Allah bütün günahları bağışlayır. Ey əziz olan Allah, məni də öz izzətindən izzəti qərar ver. İlahi, mənə elə bir şey lütf elə ki, səndən siva onu mənə kim lütf eləyər ki? Məni uzaq elə o şeydən ki, səndən başqa kim onu uzaq eləyər? Ümidini Allaha bağla. Allah mütləq bir dənə adam, bir vasitə yetirəcək sənin üçün. Sən Allahdan düzgün istə, israrla istə. Deyir, o səbəbi düzgün qoysun, nəticə baş verəcək. Allah Teala hər yeri söndürür ki, sən yalnız o qapını görəsən. O parıldayan tərəfi görəsən. 100% arxain olun ki, bəzi hacətlərimizin qəbul olmaması bizə Allahın lütfüdür. Bu qədər özünüzə dərd eləməyin. Bir də görünsə nələr verib, nə istəməmisiniz onu da verib. Peyğəmbər deyib, möminlər qardaşdır. Niyə qardaş ola bilmirlər? Çünki mömin ola bilmirlər. Mömin olsalar qardaş olacaqlar. Ümidsizlik əjdahasını Allah aparıb başını kəsib. Bu necə gözəl sabahdır ki, o qədər dünəni məhv eləyir. Çalış ümidi bitirmə. Ümidi bitirsən elə bir hər şeyi bitirmirsən. Amma hər şeyi bitirsən bil ki, yenə ümid var. Xoş olsun o insana ki, onun duasına imam nəzər eləyər. Deyir ki, mən sənin qonağınam, özü sənə qəbul eləmirsən. Özün də demirsən ki, qonaq gəlsə əsirgəməyin də evdə olanlara gətirin qoyun. Mən səndən istədiyim budur, o qədər günahım var, əsirgəmə də rəhmət ver.